Müəllimlər, axşamınız xeyir olsun. Xoş gördük hər birinizi. Demək olar ki, bu müəllimlərimizin əksəriyyəti ilə biz ötən ilki sertifikasiya dərslərindən artıq tanışıq. Yeni müəllimlərimizə də xoş gəlmişsiniz deyirəm. Bugün bilirsiniz ki, ödənsiz təlim olacaq ixtisas riyaziyyat müəllimləri üçün. Bir daha xatırlatma eləyim, bugünkü dərsimiz ixtisas riyaziyyat müəllimləri üçündür. İbtidai sinif müəllimləri üçün isə həftənin 3-cü günlər dərsimiz olur. Avqust ayı ərzində hər həftənin 4-cü günü ixtisas riyaziyyat müəllimləri üçün ödənsiz şəkildə təlimimiz olacaq axşam saat 21:00-da və təlimçiniz mən Günay Xəllova. Müəllimlər, bugün natural ədədlərdən əslində biz rahatdır deyib ötüb keçdiyimiz və yaxud da bu düşməz deyib də amma suallarda düşən testlərə, nümunələrə baxacağıq. Növbəti dərslərimizdə isə siz hansı mövzunun olmasını istəyirsinizsə, zəhmət olmasa qruplarda bildirərsiniz, həmin mövzuların izahına biz baxarıq. Sizlərdə kamera və səs bağlı olduğuna görə siz mənə reaksiyanı hələlik ancaq smailiklə bildirə bilirsiniz. Dərsin sonunda isə səsləri açıb sizin təəssüratlarınızı təbii ki bildirməyiniz üçün mikrofonu və kameranı sizlər üçün açacağım. Müəllimlər, ekran paylaşımı eləyəcəm. Əgər ekranı aydın şəkildə görə bilsəz, zəhmət olmasa smailik vasitəsilə bildirərsiniz. Ekranda ağ səhifə açmışam, müəllimlər. Aydın şəkildə görünürmü sizdə? O zaman başladıq. Dedik ki, bugünkü dərsimiz natural ədədlər, amma natural ədədlərdə sadə ədədlər, mürəkkəb ədədlər və yaxud da tək ədədlər, cüt ədədlər, bölünmə əlamətləri, bunlar artıq riyaziyyat müəllimləri üçün belə deyim də çeynənmiş bir hissələrdir. Ona görə gəlin bunları birbaşa ötək. Müəllimlər, nədən başlayırıq? Biz bilirik ki, ədədləri sadə vuruqlara ayırmaq vasitəsilə sadə vuruqların sayını tapa bilərik. Adə bölənlərin sayını tapa bilərik. Natural bölənlərin sayını tapa bilərik. Tam bölənlərin sayını tapa bilərik. Mürəkkəb bölənlərin sayını tapa bilərik və s. Gəlin elə buradan başlayaq. Hər hansı bir ədəd götürək. Məsələn, ədədimiz olsun 60. 60'ı ayırdım sadə vuruqlarına. Sonra isə bunların tətbiqinə aid testlərə baxarıq. Əvvəlcə dərs sahına baxaq. İşimizi sadələşdirmək üçün bunu bu şəkildə yazıram. Və başladıq. Gəlin, natural bölənlərin sayı ilə başlayaq. Biz bilirik ki, natural bölənlərin sayını tapmaq üçün qüvvət üstlərinə 1 gəlib alınanları vurmaq lazımdır. Yəni, qüvvət üstlərinə 1 gəlib, sonra isə bunları bir-birinə vururuq. Düzdürmü? 60'ın üzərində bu prosesi tətbiq eləsək biz, olacaq. N bərabərdir. Qüvvət üstlərinə 1 gəlirəm. 2 üstə gəl 1. 1 üstə gəl 1. 1 üstə gəl 1. Və bu bizə verdi 12. Bu bizim natural bölənlərimizin sayı oldu. Müəllimlər, biz bilirik ki, tam bölənlərin sayını tapmaq üçün natural bölənlərin sayını 2'ye vurmaq lazımdır. Əgər biz 60'ın tam bölənləri sayını tapmaq istəyiriksə 12'ni 2'ye vururuq. Bu da bizə verdi 24.
Bircə dəqiqə dəhlizə baxaq. Müəllimlər, kimsə dəhlizə düşəndə səbirli olub gözləyin. Mən gəlib sizi dəhlizdən götürəcəm. Bu oldu bizim tam bölənlərimizin sayı. Gəlin indi mürəkkəb bölənlərin sayını tapaq. 60-ın mürəkkəb bölənlərinin sayını deyir tapın. Müəllimlər, ümumilikdə mürəkkəb bölənlərin sayını tapmaq üçün bu tapdığımız natural bölənlərin sayından sadə bölənlərin sayını çıxırıq və bir də 1 çıxırıq. Niyə? Çünki ədəd 1-ə də bölünür. 1 nə sadə, nə də mürəkkəb deyil. Bizdənsə yalnız mürəkkəb bölənlərin sayını istəyir. Buna görə də ümumi natural bölənlər sayından gəlib əvvəlcə sadə bölənlərin sayını. Burada bizə 3 dənə sadə bölən var, düzdürmü? Sadə bölənlərin sayını, daha sonra isə 1-i çıxırıq. Və qaldı bizdə 8. Bu oldu bizim mürəkkəb bölənlərimizin sayı. Əgər bizə sadə olmayan bölənlərin sayını tapın sözü deyilsə, ədədin sadə olmayan bölənlərinin sayını tapmaq üçün natural bölənlərin sayından yalnız sadə bölənlərin sayını çıxırıq. Baxın, burada artıq deyir sadə olmayan. Burada ona artıq maraqlı deyil. Bu mürəkkəbdir, yoxsa 1-dir. Buna görə də sadə olmayan bölən sayını tap deyən kimi natural bölənlərin sayından yalnız sadə bölənlərin sayını çıxırıq. Bizə sadə bölən 3 dənə idi, yəni gəlib 3-ü çıxırıq. Oldu 9 dənə sadə olmayan bölən sayı. Bir dəqiqə dəhlizimizə baxaq, sonra davam edək. Müəllimlər, ola bilər ki, bizə deyər ki, ədədin cüt natural bölənlərinin sayını tapın. Cüt natural bölənlərin sayını tapmaq üçün 2 qaydadan istifadə edə bilərik. Birinci qaydamız hansıdır? Bizə verilən ədədi 2-yə bölərik və bundan sonra natural bölənlərin sayını taparıq. Mənə elə gəlir ki, bu qayda daha rahatdır. Bizə verilmişdi 60 ədədi. Bizə verilən ədədi 2-yə bölürük. Alınan ədəd neçədirsə, alınan ədədi sadə vuruqlarına ayırırıq. Alındı 2 üstü 1, 3 üstü 1, 5 üstü 1'in hasili. Ve burada natural bölənlərin sayını tapırıq. Bu qayda daha sadədir. İkinci qaydamızsa belədir ki, natural bölənlərin sayından, ümumi natural bölənlərin sayından tək natural bölənlərin sayını çıxmaq. Baxın, ədədin cüt natural bölənlərinin sayını tapmaq üçün dediyi 2 qayda var. Birinci qaydamız o idi ki, ədədi 2-yə bölürük. Nə alınsa, alınan ədəddə natural bölənlərin sayını tapırıq. İkinci qayda isə odur ki, ümumi natural bölənlərin sayından tək natural bölənlərin sayını çıxırıq. Bəs tək natural bölənlərin sayını necə tapaq, müəllimlər? Tək natural bölənlərin sayı. Bunu necə tapaq? Tək natural bölənlərin sayını tapmaq üçünsə, yalnız tək vuruqların qüvvət üstünə 1 gəlib, bir-birinə vururuq. Bizdə 60-da belə idi də. 2 üstü 2, 3 üstü 1, 5 üstü 1. Tək natural bölənlərin sayını tapmaq üçün yalnız
tək vuruqları götürürük, cütləri atırıq, gedir. Və bunların qüvvət üzərinə bir gəlib, daha sonra vurmanı yerinə yetiririk. Bu da verdi bizə 4. Müəllimlər, bir də var, natural bölənlərin cəmi. Əvvəlki illərdə biz bu düstura çox önəm vermirdik, amma son zamanlarda tapşırıqların həllində bu düsturdan istifadə daha çox artıb. Buna görə də düstura diqqət eləyək. Yəni, belə deyim də, türklər demiş, düsturu önəmsəyək. Əgər bizə ədədin natural bölənlərinin cəmini tap desə, natural bölənlərin cəmi. Ədədimiz tutalım ümumi şəkildə belə verilib. Cəmi bir S hərfi ilə işarə eləsək, düsturumuz olacaq belə. Baxın, düsturumuz oldu bu şəkildə. Gəlin, bu düsturu biz bayaq 60'ı sadə vuruqlarına ayırmışdıq. Həmin 60'ın üzərində tətbiq eləyək. 60'ın sadə vuruqları bu şəkildə idi. 60 bərabər idi. 2 üstü 2, vurulsun 3 üstü 1, vurulsun 5 üstü 1. Düsturu bura tətbiq eləyirəm. A-nın yerində 2 durur, B-nin yerində 3 durur, C-nin yerində isə 5 durur. Gəlib yazıram. S bərabərdir. 2 üstü 2 üstə gəl 1 çıxılsın 1. Məxrəcdə 2 çıxılsın 1. Vurulsun 3 üstü 1 üstə gəl 1 çıxılsın 1. Məxrəcdə 3 çıxılsın 1. Vurulsun 5 üstü 1 üstə gəl 1 çıxılsın 1. Məxrəcdə 5 çıxılsın 1. Bu da bərabərdir 168. Müəllimlər, ola bilər ki, sizə deyər, natural bölənlərin hasilini tapın. Baxın, natural bölənlərin hasili. Əgər bizdən natural bölənlərin hasilini istəsə, A ədədinin natural bölənlərinin sayı biz bildik ki, bayaq N'dir. O zaman yazacağım. A üstü N bölünsün 2. Biz bayaq tapmışdıq. 60'ın 12 dənə natural bölən sayı var idi. İndi natural bölənlərin hasilini istəsə, 60'ın üzərində 12 bölü 2. Bu da bərabərdir. 60 üstündə 6. Ola bilər ki, bizdən tam bölənlərin cəmini istəyərlər, müəllimlər. Ədədin, yəni natural ədədin tam bölənlərinin cəmi sıfıra bərabərdir. Bizə hər hansı bir ədəd verib, baxın, ixtiyari bir ədəd verib, deyir ki, bu ədədin tam bölənlərinin cəmini tapın. Müəllimlər, tam bölənlərin cəminə həm müsbətlər, həm də mənfilər daxil olduğuna görə onlar da toplayanda təbii ki, 0 eləyəcək. İndi ola bilər ki, bizə deyər, hər hansı bir ədəd verilib, həmin ədədlə qarşılıqlı sadə olan ədədlərin sayını tapın deyər. Ədədlə qarşılıqlı sadə olan ədədlərin sayını necə tapırdıq biz? Qarşılıqlı sadə ədədlərin sayı.
Yenə ədədimiz ümumi şəkildə A üstü M, B üstü N, C üstü K şəklində verilərsə, qarşılıqlı sayda olan ədədlərin sayını tapmaq üçün ədədin özü vurulsun, 1 çıxılsın 1 bölünsün A, 1 çıxılsın 1 bölünsün B, 1 çıxılsın 1 bölünsün C. Və bunların hər biri bir-birinə vurulur. Bu düsturla tapa bilərik. Müəllimlər, əbob, əkoba mənə elə gəlir ki, baxmağa ehtiyac yoxdur. Ona görə də gəlin biz natural ədədlər bölməsinə aid bir neçə dənə test izahına baxaq. Natural ədədlər bölməsindən bir neçə dənə testin izahına baxaq. Ekranda misalları göstərəcəm. Kim istəsə söhbət hissəsində tapşırığın həllini yaza bilər. Seçə nisbətən fərqli olanlara baxaq. Otuz iki. Müəllimlər, gəlin bunu işləyək. Mən elə testin üzərində işləyəcəm ki, sizə baxmaq rahat olsun. Test yanında olsun. 32-də deyir ki, AB ədədinin kvadratı çıxılsın BA-nın kvadratı bərabərdir 792 olarsa, A vurulsun B hasilini tapın. Biz bilirik ki, AB üzərində xət verilibsə, bu hər hansı iki rəqəmli bir ədəd deməkdir. O zaman burada A kvadratı çıxılsın B kvadratı düsturunu tətbiq eləyirəm. AB çıxılsın BA AB üstəgəl BA bərabərdir 792. Müəllimlər, AB 10A üstəgəl B'dir. BA 10B çıxılsın A'dır. Bunu gəlin açılışını yazaq. Oldu 10A üstəgəl B çıxılsın. Çıxmaya görə 10B çıxılsın A. Vurulsun. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A. Bərabərdir 792. Bu elədir. 9 vurulsun, A çıxılsın B. Vurulsun. Bu da bizə verdi. 11 A üstəgəl B. Bərabərdir 792. 9 11'e vurup sadələşdirsək 99 A çıxılsın B A üstəgəl B bərabərdir 792. Hər tərəfi 99'a bölsək qaldı A çıxılsın B A üstəgəl B bərabərdir 8. Bizə şərtdə A vurulsun B hasilini tap deyirdi. İndi gəlin baxaq. A üstəgəl B vurulsun A çıxılsın B 8-dirsə, yerinə ədəd qoymaqla rahat bir şəkildə bunu tapa bilərik də. A üstəgəl B'miz 4, A çıxılsın B'miz 2. Buradan da bilirik ki, 3'ün üstünə 1 gəlsəm 4 eləyər, 3'dən 1 çıxsam 2 eləyər. Deməli, ədədimizin biri 3'dür. Biri də 1'dir. Bizdən A vurulsun B'ni istəyirdisə, 3'ü vurarıq. 1'ə eləyər 3. Cavabımız C variantıdır. Buyurun müəllimlər, qeyd götürün, sonra davam eləyək.
Növbəti bir tapşırığa gəlin baxaq. 46. Tərəfləri 24 və 30 olan düzbucaqlı şəkilli dəmir parçasından tərəfi 7 olan kvadrat şəkilli dəmir parçalarını ayırsaq, yerdə qalan hissənin sahəsi nə qədər olar? Mənlər, baxın. Bu olsun bizim düzbucaqlı şəkilli dəmir lövhəmiz. Bu tərəfin uzunluğu 30'dur, bu tərəfin uzunluğu 24'dür. Tərəfi 7 olan kvadrat şəkilli dəmir parçalar ayırıblar. 30'un içərisində neçə dənə 7 var? Neçə dənə 7 sığar? 1, bunu başqa rəng yazaq. 1, 2, 3, 4. Deməli, enində 4 dənə tərəfi 7 olan kvadrat şəkilli dəmir parça yerləşir. Baxaq görək indi bu hissəsində neçə dənə yerləşəcək? Burada 24'ü 7'ye bölsək, burada da 3 dənə. Baxın, bu şəkildə tərəfi 7 olan dəmir parçalar ayrıldı. Mənə deyir, yerdə qalan hissənin sahəsi. Mənlər, bunu istəyir bizdən. Burada nə qalıbsa və burada nə qalıbsa, bu hissənin sahəsini istəyir bizdən. Əvvəl bu düzbucaqlı lövhənin sahəsini gəlin tapaq. 24'ü 30'a vursaq, bu verdi bizə 720. Tərəfi 7 olan kvadratın sahəsini tapsaq, bu da verdi 49. Və bu düzbucaqlının içərisində 12 dənə tərəfi 7 olan kvadrat şəkilli dəmir parçası yerləşdiyinə görə, bu 12 dənənin də sahəsi olacaq 588. Ümumi sahə 720'dir. Bu kvadrat şəkilli dəmir parçaların əhatə elədiyi, tutduğu hissə isə 588'dir. Yerdə qalanı tapsam, 720'dən 588'i çıxaram. Bu da verər bizə 132. Cavabımız oldu Y variantı. Buyurun qeyd götürün, sonra davam edək. Davam edirik. 56. 3000 ədədinin natural bölənlərindən neçəsi 12'ye bölünmür? 3000 ədədinin natural bölənlərindən neçəsi 12'ye bölünmür? Əvvəlcə bizə verilən ədədin özünü 12'ye bölürəm. Bayaq bu tip bir qayda dedik. Elədi 250. 250'ni sadə vuruqlarına ayırsaq, bunu 25 vur 10 yazsaq, bir dənə 2, 3 dənə də 5 olar.
250'nin natural bölənləri sayını tapırıq. Deməli, 8 dənəsi bölünəndir. Baxın, 3000 ədədinin natural bölənlərindən 8 dənəsi 12-yə bölünəndir. Ümumi natural bölən sayını tapıram bu dəfə. 3000'i 3 vurulsun 1000 yazsaq. Bu da oldu bu şəkildə. İndi bunun ümumi natural bölən sayını tapırıq. Üç min ədədinin 32 dənə də natural bölən sayı var. Müəllimlər, bölünməyənləri tapmaq üçün natural bölənlərin sayından bölünənlərin sayını çıxırıq, yerdə qalır 24 dənə. Y bəndi. Buyurun qeyd götürün. Davam eləyək müəllimlər. Altmış bir. Sekiz. Arkasında n dənə 0 yazıb. Deyir ki, bu ədədin natural bölənlərinin sayı 130'dur, n'i tapın. Əvvəlcə veriləni sadələşdirək. 8'i 2 üstü 3 yazıram. Yerdə qalan n saydan isə 10 üstü n. Buradan 10'u da parçalasaq, 2 üstü 3 vurulsun, 2 üstü n vurulsun, 5 üstü n. Bu da elədi. 2 üstü 3 üstə gəl n vurulsun, 5 üstü n. Bizə deyir ki, natural bölənlərin sayı 130'dur. Biz bilirik ki, natural bölən sayını tapmaq üçün qüvvət üstünə 1 gəlməliyik. Və bu 130'dur. 4 üstə gəl n, n üstə gəl 1 bərabərdir 130. Müəllimlər, cavab 130'dursa, demək vuruqlardan birinin sonu 0'la bitməlidir. Birinin sonu 0'la bitməlidirsə, o zaman n'ə 9 versəm, bu hissə elədi 10, burada elədi 13. Bəli, demək ki, n'imiz 9'dur. Yəni, əlavə hesablama aparmadan cavabı əsasən tapırıq ki, n'imiz 9 imiş. Buyurun qeyd götürün, sonra davam eləyək. Növbəti tapşırığa baxaq.
nömrəliyə baxırıq, müəllimlər. EBOB A üstə gəl B, A çıxılsın B 1-ə bərabərdir. A minus B bölünsün A plus B 28-də 12 olarsa A bölünsün B-ni tapın. Müəllimlər, EBOB 1-ə bərabərsə demək ki, bizə verilən ədədlər qarşılıqlı sadə ədədlərdir. O zaman 28-də 12-ni gəlib ixtisar eləyirəm. Bu verdi 7-də 3. İndi gəlin çarpaz vurub açaq. 7A çıxılsın 7B bərabərdir 3A üstə gəl 3B. A'ları bir tərəfə yığıram, B'ləri digər tərəfə. Bizdən A böl B'ni istəyir. Bu da elədi 2-də 5. Yəni 2,5. Qeyd götürək, zəhmət olmasa. Müəllimlər, siz qeyd götürənə qədər xatırlatma eləyin bir daha yeni qoşulan müəllimlərimiz üçün. Deməli, avqust ayı ərzində hər həftənin 4-cü günü axşam saat 21:00-da bizim ödənişsiz təlimlərimiz olacaq. Təlimlərdə hansı mövzunun izahına baxmağınızı istəyirsinizsə, zəhmət olmasa qruplarda yazın. Həmin mövzulara biz ödənişsiz təlimlərdə baxaq. Bilirsiniz ki, ödənişsiz təlimlərdə tam ətraflı bir şəkildə biz bu mövzuların dərinliyinə girməyə vaxt tapmırıq, vaxtımız olmur. Buna görə də sentyabr ayından başlayaraq ödənişli dərslərimizə də start verilir. Ödənişli dərslərimiz həftənin 2 günü əsas dərslərdir. Ehtiyac olduqca əlavə dərslərimiz olur. Demək olar ki, imtahana son bir ay qalanda isə, istər MİQ olsun, istər sertifikasiya olsun, demək olar ki, həftənin 4-5 günü bizim təlimimiz olur. Və ödənişli dərslərimizdə tam ətraflı şəkildə bütün mövzulara baxa bilirik, mövzulara aid sınaqlar yetəri qədər işləyə bilirik və sonda bizim müəllimlərimiz yüksək nəticələrlə bizi sevindirir. Sizlər də kim istəsə ödənişli təlimlərimizə qoşula bilərsiniz. Bunu da xatırladım ki, artıq ödənişli qruplarımızda çox az yer qalıb. Demək olar ki, qruplarımız dolmaq üzrədir. Növbəti bir misala baxaq, tapşırığa baxaq da doğrusu. %129. Deyir ki, 30-110 parçasındakı natural ədədlərin neçəsi 3-ə qalıqsız bölünür. Müəllimlər, bunu sizlərlə də tapa bilərik və yaxud da biz bilirik ki, bu sayı tapmaq üçün verilən aralıqdan 3-ə bölünən ən böyük ədəd çıxılsın. 3-ə bölünən həmin aralıqdakı ən kiçik ədəd surəti yazılır. Məxrəcə isə neçəyə bölün deyirsə, indi bizdə 3-ə bölün dediyinə görə 3 götürürük. Üzərinə gəlirik 1. Kəsrimizin cavabı 26, üzərinə də 1 gəlsək 27. A bəndi. Növbətiyə baxaq. 139. A, B, C natural ədədləri üçün
4A üstəgəl 3 bərabərdir 6B üstəgəl 5. Bu da bərabərdir 8C üstəgəl 7 olarsa, A üstəgəl B üstəgəl C cəminin ən kiçik qiymətini tapın. Bu tip misallarda nə edirik? Əvvəlcə gəlib, baxın 4, 6, bir də 8. Bunlara əkyob tapıram. Bunların əkyobu bizə verdi 24. Sonra baxın mənimlər. 4-dən 3 çıxanda 1, 6-dan 5 çıxanda 1, 8-dən 7 çıxanda 1. Gəlib əkyobda tapdığımız cavabdan 1-i çıxırıq. Bu da elədi 23. Deməli 4A üstəgəl 3 bərabərdir 23-ə. Buradan A elədi bizə 5. Altı B üstəgəl 5 bərabərdir 23-ə. Buradan B alındı 3. Və nəhayət 8C üstəgəl 7 bərabərdir 23. C bərabər oldu 2. Bizdən A üstəgəl B üstəgəl C cəmini istəyir. 5 üstəgəl 3 üstəgəl 2, bu da verdi bizə 10. Deməli, bu tip tapşırıqlarda əvvəlcə A, B, C natural ədədlərinin qarşısında duran əmsallara əkyob tapırıq. Buradakı fərq neçədirsə, əkyobdan həmin fərqi çıxırıq. Daha sonra verilən ifadələrin hər birinin cavabını aldığımız cavaba bərabər götürüb A, B, C-ni ayrı-ayrılıqda hesablayırıq. A üstəgəl B üstəgəl C cəmini istəyir. A, B, C qiymətlərini bildikdən sonra, daha doğrusu cəmin ən kiçik qiymətini istəyir. A, B, C-nin ən kiçik qiymətini bildikdən sonra biz onları toplamaqla cəmin ən kiçik qiymətini tapa bilirik. Müəllimlər, paylaşımı durduracağım. Dərsin videosunu da saxlayayım ki, sizin səsləriniz düşməsin.